Qiymətləri bilirsən. Yox, sənin etdiyin əməliyyatların ümumən qiyməti nə qədər olar? Çox olar. Ümumən 45-50. 45. Yox, hətta 80. 80 min manat estetik əməliyyatına pul xərcləmişsən. Pulla Yəni xərcləsəydim. Bəli, xərcləsəydim. 80 min manat. Bəli. O sənin əslində qazancını da reklam eləmisənsə, elə o pulu vermiş sayılırsan. Əlbəttə ki, əgər belə deyim də, mənim reklamımdan, tutaq ki, bir dənə mən əməliyyat olmuşam və məndən sonra artıq bir il, hələ çox demirəm, bir il dayanmadan pasiyentlər məni bəyənib gedirsə, gör gəlir hara çıxır. Bir dəfəninki, bilirik də, indi demək olar, deyim, 15 min manatdır da. Kimin? Bir bədən şəkilləndirmə. Bir bədən şəkilləndirmə 15 min manatdır. Tamam, bəs sənin Instagramda reklam qiymətinin qiyməti nə qədərdir? Reklamının qiymətinə qədər. Post qiymətim hal-hazırda 1500 azayında. Post. Bəs onu əsas ana səhifədə paylaşmağın? Ana səhifəni deyirəm. Hə, post. Mən bir aylıq necə? Şişirdicə. Bir ay bir dəfəsi o qiymətdir də. Bir dəfəsi? Bəli, bir dəfəsi. Uşaqlar, əgər 30 gün istəsə bir şirkət nə qədər pul eləyir? Kontraktla baxır da bizim endirimlərimiz də olur. Bir aylıq məndən olub sponsorluq eləyir. 46.500 manat pul edir. 31 gün. Əgər hər gün olsa da iş. Olmurmu? Yox, hər gün reklamlarımız olmur. Bir ara var idi, amma indi zəifləyib. İşlərim zəifləyib, vay vay. Göz dəyib. Göz dəyib. Qumralın səsi yoxdur deyənlərə. Qumral nə demək istəyər buradan? Sənət dostlarından gedir söhbət. Qumralın özünə görə azca da olsa səsi var. Azca da olsa öz dəsti xətti var. Valla mən düşünürəm ki, mənim yerim görsənirdi, mən yenə deyirəm. Yəni mən show biznesə gəlməklə bir maraq qatmışam. Əgər bu dəqiqə gündəmdəyəmsə, hamı məndən danışırsa, demək ki, mən varam. Qumral var. Çünki hər adamdan bu qədər danışmırlar ha. Hara getsəm danışırlar. Bəs elə çoxu da onu deyir də. Deyir Qumralın özü maraqlıdır, amma səsi yoxdur. Siz nəyə deyirsiniz, qurban olun? Var da, oxuyuram. Mən demirəm, qız. Hə, ümumiyyətlə, onlar nəyə deyir ki, səs? Kimdə bu dəqiqə... dostlarındır. Yəni ki, mən öz yaşlarımın çoxsunu deyirəm də, kimdə bu dəqiqə güclü səs var ki? Güclü səs? Hə. Yəni yaşlıların arasında? Tanınmışlar da, hə, ən çox gündəmdə olanların. Ofeliyanın? Ofeliya Şabanova əcdahadır, onu sevirəm. Ay, sağ ol.